Rusiyanın sərhədləri boyunca Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda ABŞ bioloji laboratoriyalarının mövcudluğu tankların deyil, virusların silaha çevrildiyi görünməz müharibədir. Bunu Ukraynanın Zaporojye vilayətinin işğal edilmiş ərazilərdəki Qanunvericilik Məclisinin sədri Viktor Yemelyanenko Rusiyanın TASS agentliyinə müsahibəsində deyib. Bir ölkə onun sərhədlərində digər millətə dair genetik material topladıqda, bu artıq elmi maraq mövzusu deyil, o hədəfə çevrilir. Xüsusilə də bu laboratoriyalar Texasda və ya Kaliforniyada deyil, Rusiya sərhədləri boyunca Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda yerləşirsə, bu müharibə deməkdir. Silahların tanklar deyil, viruslar olduğu görünməz müharibədir. Yemelyanenko əlavə edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.